İnsan meymundan mı əmələ gəlib? Meymunun bir növüyük mü biz, yoxsa biz fərqli varlığıq? Təkamül doğrudan mı hələ də sübuta yetirilməyib? Əslində o xoşbəxtlik nə ilə bağlıdır? O qədim travmanı əks etdirir. Mən həmişə demişəm ki, dini mətnlərə ciddi münasibət eləmək lazımdır. O son tədqiqatlar tam təsdiq edib ki, meymunlarda, yəni ali meymunlarda olan şuur da var, mədəniyyət də var. Bir nöqtədə dayanacaqmı, yoxsa elə bu insanlıq nə qədər var, bir o qədər də gedəcək? Yeni insan tipləri meydana gələcəkmi? Bayaq o dediyimiz şimpanzelər ola bilərmi ki, onlar inkişaf edib bizə 1 milyon il sonra və yaxud da 100 milyon Bu insan növü itəcək. Azaq idi ki, bu sahədə hansısa bir eksperimentlər falan belə şeylər olunubmu? Gen mühəndisliyi ilə falanla. Olunub, artıq da adamı qazmata salınmadı ki, ola bilər ki, o tədqiqlər, o təcrübələr nəticəsində 2 dənə irq yaransın. Yəni ali irq və aşağı irq